Galatasarayı Juventusu darmadağın etdikdən sonra Turində hansısa xoşagəlməz sürpriz gözləyə bilərmi? Maraqlıdır ki, hər iki komanda həftə sonu öz çempionatlarında məğlub oldular. Bu isə o deməkdir ki, bizi çərşənbə günü qırğın bir oyun gözləyir. Siz kanalımıza abunə olun, biz isə bu maçın qısa analizinə keçək. İlk öncə Okan Buruk'un haqqını verək. Bu mütəxəssis çoxlu tənqid olunsa da Juventusla İstanbuldakı maçı şahana keçirdi. Okan Buruk 2 elementi, əslində hətta deyərəm 3 elementi çox uğurlu şəkildə etdi. Bunlardan ikisi pressingdir. Belə ki, Galatasarayın klassik Osimhen üzərinə hesablanmış pressingi mükəmməl şəkildə işlədi. Nəzərə alsaq ki, Juventus hətta Spallettinin dövründə belə pressingə qarşı çox həssasdır. Məsələn, Osimhen bu maçda 3 dəfə pressingdən topu alıb qol yaratdı. Ümumiyyətlə, nəzərə alsaq ki, başqa 2 aktiv hərəkəti pressingdən olmuşdu. Bu da Glimtə qarşı. Osimhenin bu Çempionlar Liqasında pressingdən birbaşa qola gətirən 5 hərəkəti var ki, onun ondan sonraki izləyicisi cəmi 2 belə hərəkətə malikdir. Yəni Osimhen bu elementdə şahanədir və əlbəttə ki, bu təkcə Osimhenin 75 milyonluq oyunçunun sənə verdiyi bir üstünlük deyil. Bu əlbəttə ki, həm də komandanın işləyən bir mexanizmidir. Digər özəllik isə Okan Buruk'un pressingində Juventusun sol cinahını inanılmaz intellektual şəkildə eksploatasiya etməkdir. Belə ki, Galatasarayın öz sol cinah oyunçusu Noah Lang dəfələrlə hücumda ikinci hücumçu olaraq cərimə meydançasına ikinci dalğada girirdi. Lakin sağda Galatasarayın öz pressing oyunçusu olan Barış Alper mükəmməl bir performans göstərdi. Barış Juventusun sol cinahını demək olar ki, tək başına, yəni sözün həqqi mənasında məhv etdi. Əbəs yerə deyil ki, o Cambiasoya əvvəlcə sarı vərəq aldırdı və hakim birincisi olduğuna görə bəlkə Cambiasoya hörmət edib qırmızı vərəqə vermədi. Onun yerinə meydana girən Cabral isə 10 dəqiqənin altında 2 sarı vərəq alaraq meydandan qovuldu və bu da Juventusun bir növ məhvini sürətləndirdi. Həmin o üçüncü element isə əlbəttə ki, Galatasarayın orta sahədə olan gözə görünməz oyunu idi. Xatırladaq ki, Juventus da burada adətən cəmi Turamla Locatellisi qalırdı. Galatasaray isə bu zonanı 3 mərkəz yarım müdafiəçisi ilə yanaşı hücumun fazasından asılı olaraq əgər qapıdan build-up eləyirsə Noah Langla, əgər artıq hücum fazasında idisə, cinah müdafiəçilərin birinin xüsusilə şalların yuxarı gəlməyi vasitəsilə orta sahə dominasiyasını yaratmış olurdu və nəticədə əlbəttə ki, Juventusun ortasını Galatasaray məhv etdi. Ayrıca əlbəttə ki, Juventusun ortasının ən yaxşı futbolçusu olan, bəlkə komandanın son illərinin ən etibarlı futbolçularından biri olan Locatelli də olduqca bərbad bir mövsüm keçirir. Biz həmin epizodu göstərməyəcəyik, amma Piotr Zelinskinin o qırğın Inter-Juventus oyununda vurduğu qol məhz Locatellinin məsuliyyəti idi. Bundan başqa, məsələn, baxın bu epizoda Galatasarayın vurduğu bu qolda boyu 1.65 olan Torreira necəsə Locatelli ilə mübarizədə, baş mübarizəsində qalib gəlir və bununla da bir növ qol hücumunun əsasını qoymuş olur və bu ümumiyyətlə Juventusun individual oyunçularının xətaları, səhvləri istisna deyil, artıq sistematikdir. Kellinin 2 səhvini biz bayaq sizə göstərdik. Ondan əlavə De Gregorio da o qədər effektiv deyil. Beləliklə Galatasarayın qaçmalı olduğu cəmi 2 ssenari var ki, onları etməzsə, bu da ekstremlərdə rəqs etməkdir. Galatasaray Juventusu arxada qoymalıdır. İlk öncə əlbəttə ki, həddindən artıq qapısına oturaraq pressingdən imtina etmək. Qapısına oturmaq bir problemdir. Pressingdən imtina edərsə Galatasaray bu başqa bir problemdir. Niyə görə mən bunu deyirəm? Çünki Galatasarayın Manchester City ilə oyun planı ondan ibarət edir ki, arxada oturub əks hücumları rəqibi cəzalandırsın. Amma 28 dəqiqəyə Manchester City çox rahat oturan komandaya qarşı qol vurdu və xüsusilə mən bir epizodu City'nin vurduğu ikinci qolu göstərmək istəyirəm. Burada gördüyümüz kimi əlbəttə Jeremy Doku faktoru da var, amma Galatasarayın yarım cinahına o City'nin oyunçusu girir və buradan qol epizodu yaradılır. Analoji olaraq Juventusun evində məğlub olduğu Como maçında baxın belə bir mükəmməl pas ötürülür. Sadəcə olaraq problem ondan ibarət idi ki, Juventus çünki komandanın bitiricisi Openda idi. Normal bir futbolçu buradan əlbəttə ki, mütləq fərqlənməli idi. Yəni ona görə də Galatasaray müdafiə futbolu oynayıb belə maniakal şəkildə öz qapısına oturmamalıdır. İkinci element əlbəttə ki, səfərdə hesabı da nəzərə alaraq və səfər olduğunu da nəzərə alaraq Galatasaray amansız şəkildə pressingdən imtina edəcək, amma pressingdən tam imtina etmək lazım deyil. Çünki pressingdən imtina etmək o anlama gələcək ki, Galatasaray qapısına oturur, problemlər yaranır. Amma ən böyük məqam ondan ibarətdir ki, Juventus pressing altında olduqca zəifdir, olduqca həssasdır. Misal üçün, baxın Como ilə maçda, hansı ki Galatasarayın 2 oyununun arasında sendviç olunub. Həmin oyunda məsələn birinci qol məhz McKennie'nin, hansı ki bu maçda
3-4-2-1-in sağ cinah lateralesi mövqeyində oynayır. Topu itirməyindən belə qol gəlir. Lakin bu təkcə bir səhv deyildi. Məsələn üçün, baxın, adi, bəsit bir epizodda komandanın özünə inamın olmamasının göstəricisi budur. Baxın, adi paslaşmada outdan belə kobud səhv gəlir və az qala Juventus bu epizodda komandadan qol buraxır. Juventusun durumuna gəldikdə isə əlbəttə ki, komandada krizis var. Bu krizis Qalatasarayın xeyrinədir. Çünki bu ümumiyyətlə 10 günlük belə deyərik ki, Juventusun, xüsusilə Juventusun baş məşqçisi olan Spalletti və idman direktoru olan Comolli'nin taleyində həlledicidir. Xatırladaq ki, İtalyan seriyası o qədər də varlı deyil. Yəni bəlkə də top 5-liyin ən kasıb çempionatıdır. Ona görə İtalyan klublarının Çempionlar Liqasındakı uğurlu çıxışı pul baxımından fundamentaldır. Juventusun bu ilə planlamasında o var ki, komanda Çempionlar Liqasında 8-də 1 finala çıxmalıdır. Bu hardasa Juventus standartlarına görə bütün hər şeyi nəzərə almaqla 15-20 milyon avro artı pul deməkdir. Bu da Juventus üçün çox böyük bir puldur. Amma bunun üçün iki məqam lazımdır. Bir, Juventus Qalatasaraya keçməlidir. Bu testin birinci hissəsində komanda iflasa uğrayıb və bir də iki fundamental oyunu var Juventusun. Onlardan birini Juventus Komaya məğlub oldu öz evində. Növbəti oyun isə Romaya qarşı səfərdə olacaq. Qalatasaray maçından sonra harda da Juventus yola verdi eləyə bilməz. Roma ilə maçda əgər Roma Cremonese'ni məğlub edib, sonradan Juventus məğlub edərsə, xal fərqi 7-yə çıxacaq və bu demək olacaq ki, Juventus Çempionlar Liqası yarışında outsider çevriləcək. Yəni bir tərəfdən komanda Qalatasaray məğlub olub, planlaşdırıldığından 20 milyon az pul qazanır, yəni 8-də 1-ə çıxmır. Digər tərəfdən isə komanda növbəti mövsüm Çempionlar Liqasına çıxmır və bu Juventus üçün ən qorxulu ssenarinin bir neçə illik reallaşmasına gətirib çıxara bilər. O da nədən ibarətdir? Xatırlayırsınızsa, Arsenal Arsene Wenger'in rəhbərliyi altında uzun müddət 4-cü yer tutan komanda idi, amma son illərdə həm komandanın maliyyə durumu, amma ən əsas Arsene Wenger bir məşqçi kimi tükənməyə başladı. Ondan sonra komanda artıq 4-cü yerdən aşağı düşdü və Çempionlar Liqası komandasından bir neçə illik Avropa Liqası komandasına çevrildi. Juventus bu təhlükə ilə neçə ildir bir növ flört eləyir, amma bu il bu reallaşa bilər və əgər bu reallaşarsa, hətta belə bir ehtimal var ki, əgər komanda bu maçlarda Qalatasaray və Roma ilə maçda uğursuzluğa uğrayarsa, mövsümün sonunu gözləmədən Spalletti göndərilə bilər ya da sadəcə olaraq mövsüm sonuna qədər onunla dözüb onu, həm də Comolli qova bilərlər. Xatırladaq ki, Comolli ondan əvvəlki özünün sələfi olan Giuntoli'dən də bərbad şəkildə transfer marketdə işləyir. Sadəcə olaraq bir misal deyək ki, Juventusun vəziyyəti bu mövsümün əvvəlində onsuz da həssas idi. Komandaya hücumçu lazım idi və komanda gedir 45 milyon avroya Leipzigdən Opendanı götürür. Openda ümumiyyətlə Juventusun bəlkə də 3-cü hücumçusu olacaq durumdadır. Yəni ki, əsas komandanın forvardı var, ehtiyat oyunçusu var və 3-cü hücumçusu var və başqa bir transferdə, belə deyək, pulsuz transfer Daviddir. David də Juventusun səviyyəsində bir oyunçudur. Hətta hazırki Qalatasarayın heyətinə belə Openda gəlsəydi, bəlkə də Osimhen Icardi'dən sonra 3-cü seçim olardı. Ona görə də Juventusun da taleyi həll olunur və yalnız kobud fundamental səhvlər olacağı təqdirdə Qalatasaray mübarizədən kənarda qala bilər. Ona görə də biz Qalatasarayı tamamilə belə bir növ 75-80%lik ehtimalla 8-də 1 finalda Liverpool və Tottenhamə qarşı gözləyirik. Sizin fikrinizcə Qalatasaray Turində necə performans sərgiləyəcək və ümumiyyətlə həmin oyun baş ağrısı ilə keçəcək, yoxsa Qalatasaray bu oyunda da nisbətən rahatlıqla cütün taleyini həll etmiş olacaq? Fikirlərinizi həmişə olduğu kimi şərhlər bölməsində bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, belə videoların ardını izləyəsiniz.